Əlağa Kürçaylının Qaranquş şeiri ilə tanış oluruq. Şeirimiz təbiət mövzusunda olan şeirdir, adından da göründüyü kimi. Görürəm yaz yağışı, yağır hiddətlə yenə. İldırımlar şaxıyır göydə dəhşətlə yenə. Deməli, hansı fəsil təsvir olunur? Yaz fəsli. Yaz fəslidir, hiddətlə yağış yağır, ildırımlar çaxır, ildırımlar şaxıyır və bu da göyə bir dəhşət verir. Söykənib pəncərəyə, baxıram hər yana mən. Deməli, lirik qəhrəman nə edir? Pəncərəyə söykənib və ətrafı seyr edir. Yağan yağışı, çaxan ildırımı. Yenə yollar kəsilib, nə gələn var, nə gedən. Yağış hiddətlə yağır deyə hansı hadisə baş verib? Yəni təbiət hadisəsi yolları kəsib, yağış yolları kəsib. O qədər yağıb ki, yollar bağlanıb. Göydə karvan çəkərək sıx buludlar dolanır. Hərə bir yer taparaq sığınıb daldalanır. Hər tərəfdə bu təbiət hadisəsi özünü göstərir. Yağış çox hiddətlə yağır. Ona görə də hərə bir yer axtarır ki, sığınacaq kimi daldalansın. Yəni o yağışdan qoruna bilsin. Yəni yağış çox bərk yağıb, yolları bağlayıb, insanlar da yağışdan qorunmaq üçün, qaçmaq, gizlənmək üçün daldalanacaq axtarırlar, sığınacaq axtarırlar. Belə Neysanda fəqət bir qaranquş görürəm, yağış altında onu. Əvvəlcə Neysan sözünün izahına fikir verək. Ümumiyyətlə, Neysan və yaxud da Nisan sözünə də deyə bilərik bunu. Bu formada da qabağınıza çıxa bilər. Neysan adətən nə deməkdir? Aprel yağışına deyirlər. Ümumiyyətlə, Neysan sözü Azərbaycan xalq təqvimində yaz fəslinin ilk ayını nəzərdə tutur və habelə həmin ayda yağan yağışı nəzərdə tutur. Biz bunu dastanlarımızda da, məsələn, Koroğlu dastanında da görə bilərik bu sözü. Ümumilikdə Neysan aprel ayında yağan yağışa deyirlər. Məsələn, bu sözdən yaranan Abi Neysan mənası sözü də var ki, bunda hərfi mənası aprel suyu deməkdir. Ab sudur farsçadan. Neysan da ümumiyyətlə aprel ayının adıdır. Bizə də fars dilindən keçən sözdür. Aha, bizə deyir ki, belə Neysanda fəqət bir qaranquş görürəm, yağış altında onu qanad açmış görürəm. Ümumiyyətlə, əsərin, şeirin əvvəlində də görürük ki, yağış hiddətlə yağır, ildırımlar şaxıyır, insanlar yağışdan qorunmaq üçün daldalanacaq axtarırlar, sığınacaq axtarırlar. Yağış yolları kəsib, gələn gedən yoxdur. Amma lirik qəhrəman deyir ki, belə bir Neysanda, yəni aprel yağışında bir qaranquş görürəm ki, o yağış altında qanad açıb uçur. Bədənindən su damır, qaranquşdan söhbət gedir. İslanıbdır o, tamam. Yəni, qaranquş yağışda çox möhkəm şəkildə islanıb. Düzü heyran kəsilir ona baxdıqca adam. Amma buna baxmayaraq qaranquşun inatla uçması, öz yoluna davam eləməsinə insan heyrətlə baxır. Nə əsən güclü külək, nə yağan güclü yağış. O zərif quşcuğazı bir an saxlamamış. Yəni, baxmayaraq ki, çox güclü yağış yağır, güclü külək əsir. Amma bunların heç biri o zərif quşcuğazı saxlaya bilməyib. Öz yolundan döndərə bilməyib. Elə bir lap bu saat gəlsə qış, yağsa da qar. Söhbət dedi ki, yaz fəslindən gedir. O dayanmaz yenə də daha sürətlə qaçar. Yəni deyir ki, baxmayaraq ki, yaz fəslidir, amma fərqi yoxdur. Qış da gəlsə, qar da yağsa, qaranquş yenə də dayanmayacaq, daha sürətlə uçacaq. Çünki onun uçma səbəbi vardı. Qaranquş balalarını çatmaq istəyirdi. Alaraq dimdiyinə quşcuğaz yem aparır. Bax, bunun üçün havanı ildırım tək o yarır. Burada da təşbih işlənib. Demək, qaranquş niyə belə bu havada cəsarətlə uçurdu, inatkarlıqla uçurdu? Çünki quşcuğaz dimdiyində yem aparırdı və onu öz balaları üçün aparırdı. Yəni, burada fədakar bir qaranquş, əslində fədakar bir ana obrazı olaraq təsvir edilib. İndi yəqin yolunu gözləyir ağ balalar. Dözmüyür qəlbi onun, körpələr ac qalalar. Yəni, qaranquşun ana quş obrazının qəlbi dözmürdü ki, balaları ac qalsınlar. Çünki onu balaları gözləyirdi. Baxıram yaz yağışı yağır hiddətlə yenə. O qaranquş da uçur göydə sürətlə yenə. Yenə də təbii ki, qaranquşdan söhbət gedir ki, yaz yağışı hiddətlə yağır. Amma buna baxmayaraq həmin qaranquş hiddətlə, sürətlə uçur. Baxaq əsərimizin təhlilinə. Qaranquş şeiri lirik növdədir, heca vəznindədir. Şeirdən də gördüyümüz kimi bəndlər formasında dördlük şeir şəklindədir. Qafiyə quruluşu isə A, B, C, B şəklindədir. Gəlin baxaq. Yaz yağışı A, yenə B. Şaxıyır C, dəhşətlə yenə, baxın, yenə təkrar olundu. A, B, C, B. Qafiyə quruluşu bu formadadır. Hər misrası 7 hecalı bəndlərdən ibarətdir. Təbiət mövzusunda olduğunu qeyd edədik.
Mikail Müşfiqin Yağış yağarkən şeiri kimi təbiətə vurğunluq ifadə olunub. Orada da təbiət hadisələrindən bəhs olunur, burada da. Şeirin ideyasına səsləşən atalar sözü ana bala ucundan canını oda yaxar. Nə əlaqə desəz, şeir məsələn təbiət mövzusundadır filan, amma əlaqəsi budur ki, burada ana obrazı, qaranquş bir ana obrazdır və o bu hiddətli yağan yağışa baxmayaraq, orada görüyor yollar kəsilib, gələn gedən yoxdur, insanlar sığınacaq axtarır daldalanmağa, ildırımlar şaxıyır, yaz yağışı hiddətlə yağır. Buna baxmayaraq bu balaca qaranquşumuz, daha doğrusu ana qaranquşumuz öz balaları üçün onun yolunu ağ balalar gözləyir deyə ana qaranquşun qəlbi dözmür və onlar üçün yem aparır. Ona görə də ana bala ucundan canını oda yaxar ideyası səsləşir. Şeirdə yaz fəslində yağan yağışın təsviri verilib. Bunu əsərin əvvəlində də görürük. Deyir, görürəm yaz yağışı yağır hiddətlə yenə. Elə son bənddə də baxıram yaz yağışı yağır hiddətlə yenə deyir. Yaz yağışı qaranquşu qorxutmur. Yağış yağanda insanlar küçələrdən çəkilir. Deyir ki, göydə karvan çəkərək sıx buludlar dolanır, hərə bir yer taparaq sığınıb daldalanır. Və yaxud da yuxarıdakı bəndi də deyə bilərik ki, yeni yollar kəsilib, nə gələn var, nə gedən. Yəni insanlar küçələrdən yığışırdılar. Yağış güclü küləklə müşayiət olunur. Qaranquş güclü leysanın yağmasına baxmayaraq balaları üçün yem aparır. Deyir ki, indi yəqin yolunu gözləyir. Ağ balalar dözmür qəlbi onun, körpələr ac qalalar. Qaranquşun yolunu heç nə bağlaya bilmir. Gəlişin, gedişin azalmasına, yolların kəsilməsinə səbəb yağışın yağmasıdır. Şeirdə müəllif diqqəti daha çox ana məhəbbətinin tükənməzliyinə, əvəzsizliyinə, gücünə, ana qaranquşun fədakarlığına, yağan yağışın güclü küləyin qaranquşu saxlaya bilməməsinə cəlb edir. Balaca bir quşcuğazın fədakarlığı təsvir olunub, ana qəlbin həssaslığı diqqətə çatdırılıb. Mikail Müşfiqin Yağış yağarkən şeirindəki kimi ildırım çaxması dəhşətli mənzərə yaradır. Mikail Müşfiqin şeirində də vardı. Burada da deyir ki, ildırımlar şaxıyır, göydə şiddətlə yenə hər ikisi üçün ortaq cəhət kimi götürə bilərik. Pəncərədən yağışı müşahidə edən lirik qəhrəmanın, yəni şairin diqqətini yağışda qanad açıb uçan qaranquş çəkir. Çünki orada 4-cü bənddə idi. Deyir ki, belə Neysanda fəqət bir qaranquş görürəm, yağış altında onu qanad açmış görürəm. Bunu da qeyd edeyim ki, 2025 sertifikasiya imtahanında Mikail Müşfiqin Yağış yağarkən şeiri və Əlağa Kürçaylı'nın Qaranquş şeiri diaqramda müqayisəli şəkildə düşmüşdü. Yəni, deməyin ki, xırda balaca şeirdir, bundan nə sual düşər? Elə o xırda balaca şeirləri bir diaqramda, bir cədvəldə verirlər və böyük bir, nəhəng bir sual yarada bilirlər. Ona görə də xırda şeirləri belə ən dərinə qədər öyrənmək lazımdır.